Gəlmişik Beijing Avto Show-ya. İndi gedirik 212-nin olduğu stəndə. Onları bir ziyarət edək. Ondan sonra digər markalara baxacağıq inşallah. Və döyüş maşını Battlefield. Bu xüsusi bir avtomobildir, xüsusi yığılmış. Hər cür imkanı var. Nətər deyim, söz əslində adından da görsəndiyi kimi bu bir döyüş maşınıdır. İndi sizə buna bir ümumi bir üzərindən keçəcəm, sizin üçün göstərəcəm. Bu avtomobildən olacaq, bir dənə olacaq cəmi. Hələ ki bir dənə sifariş eləmişik. Kim istəyirsə indidən gedib sifarişini verə bilər. Amma ki ilin ortasında gəlib çıxacaq avtomobil. Buna öncədən sifariş etmək lazımdır. Bu seri satılmır dostlar. Bunu sizə bir dəfə zavodda çəkmişdim. Xüsusi disk təkər, xüsusi amortizator, xüsusi aksesuarlar, üzərində aksesuar. İçi bildiyimiz klasik içdir, amma arxası, təkər yeri, ondan sonra yan tərəfi, baxın orada xanımın əlində açıb bağladığı bir xüsusi bir qabı var. Üzərində xüsusi krişası var. Avtomobil normal avtomobildən azacıq daha hündürdür. Amortizatorlar reqrovka oluna bilir, yəni yenib qalxa bilir, hündürlüyü tənzimləyə bilirsiniz. Və bu qədər. Yəni avtomobil o deyirləri fullun fullu. Həm texniki cəhətdən bugün üçün fullun fulludur, həm də ki off-road cəhətdən fullun fulludur. Eyni zamanda dizayn cəhətdən fullun fulludur. Görürsünüz üzərindəki taxta işləmələr, bamperlərin quruluşu və s. hamısı bir sözlə nədir bu? Döyüş maşını. Döyüş maşını Beijing, Pekin və Şahin Göyroğlu. Buyurun dostlar, ümid edirəm xoşunuza gəldi. Baxın.